Şagirdler imtahan verəcək, dəyərli abituriyentlər, artıq imtahana sayılı günlər qalır və bugün sizinlə bir mətnin yazma qaydasını sizlərə göstərəcəm və sizinlə bərabər mətn üzərində sualları cavablandıraq. İlk öncə mətn yazarkən nəzərinizə çatdırım ki, mütləq şəkildə mətnə qısa desək göz atmaq lazımdır. Yəni mətnin nədən bəhs etdiyini bilmək üçün. O halda biz suallara o şəkildə yalnız doğru cavab verə bilərik. İndi isə mətnə diqqət edək. Mətnimiz bilirik ki, ilk mətnimizdən görünür ki, kofe haqqındadır. Və qısaca qeyd olunur ki, coffee is a delicious and popular drink and enjoyed by many people around the world. Yəni kofe dünyada bir çox insanların məşhur və sevdiyi dadlı bir içəcəkdir. Onlar coffee comes from the seeds of plant called the coffee plant və kofe bitkisinin toxumlarından formalaşır. These seeds are called coffee beans. Bunlar da kofe toxumları adlanır. They are roasted and ground to make the coffee that we drink. Yəni biz içdiyimiz kofe mütləq şəkildə üyüdülür və qurudulmuş halda olur. There are different types of coffee such as black coffee, espresso and cappuccino. Kofenin müxtəlif növləri, yəni qara kofe, espresso və cappuccino kimi növləri var. Some people like to add milk, sugar and flavors to their coffee to make it taste better. Və bəzi insanlar kofeni daha dadlı etmək üçün ora süd, şəkər, hətta aromat belə əlavə edirlər. Yəni xüsusiyyət ətirləndirici. Coffee has a special ingredient called caffeine, which gives us energy and helps us to feel awake. Kofedə xüsusi bir maddə var ki, kafein adlanır. O da insanı yuxusuzda, yəni oyaq qalmağa kömək edir və enerji verir insana. However, it's important to remember that too much caffeine isn't good for us, and especially for kids. Və unutmayaq ki, kafein insanlar üçün zərərlidir, xüsusən uşaqlar üçün də. Yəni nəinki böyle balaca uşaqlar üçün də zərərlidir. People often enjoy drinking coffee in the morning to help wake up and start the day. İnsanlar adətən səhər yuxudan oyanarkən, işə başlayarkən kofe içmək üstünlüyü verirlər, yəni bəyənirlər onu. It can also be a nice try to enjoy with friends or family. Hətta ailələrlə, dostlarla olanda yaxşı bir seçimdir kofe. Coffee is grown in many countries around the world such as Brazil, Colombia, Ethiopia və kofe Braziliya, Kolumbiya və Efiopiya kimi dünyanın bir çox ölkələrində yetişdirilir. The coffee plant needs warm weather and plenty of rain to grow. Kofenin yetişməsi üçün isti hava və mütləq çoxlu yağış lazımdır. 8 nömrəli testə diqqət edirik və mətnin sualını cavablandıraq. İlk sualımız belədir. What does coffee give us? Kafein give us. Kafein bizə nə verir? Və mətndə göstərilir ki, it gives us energy. O bizə enerji verir. İdə dərimizə ziyandır, D variantında qəmginlik verir, yəni əsəb verir, C-də yuxu verir, A variantında əsəbləri qıcıq edir, amma B-də isə caffeine gives up power, yəni güc qüvvət, elə enerji sözünün sinonimidir. Doğrumuz B-dir. 9-da isə cümlə tamamlamadır. Cümlə tamamlayarkən, əziz abituriyentlər, biz özümüzdən hər hansı bir ora fikir əlavə etmirik. Həmin cümləni mətndə tapırıq, mətndə nöqtələrin yerində olan söz əlbəttə ki, həmin cümlədə gizlənmişdir və həmin cümləni bura əlavə edirik, həmin sözləri daha doğrusu. Gəlin baxaq. The coffee plants needs to grow in və mətnimizin sonuncu cümləsinə fikir veririk. The coffee plant needs və needdən sonra gələn warm weather and plenty of rain burada tamamlamada istifadə olunmalıdır. Və burada da təbii ki warm weather 2-dədir, plenty of rain 3-dədir. Doğrumuz elə A variantıdır. 10 nömrəndə isə mətnin what is a passage mainly about nə haqda olduğu soruşulur. Və nəzərinizə çatdırım ki, adətən bu mətnlər ilk şablon sualı olur və bu suala cavab vermək üçün ilk öncə fəndlərimizdən biri mətnin ilk cümləsinin ilk sözüdür. İlk cümləsinin ilk sözündə nə başlayır? Mətnimiz hansı sözlə başlamışdır? Kofe sözü. Və ona yaxın mənalı olan sözü seçirik. A variantında the history of coffee, kofenin tarixi kofe uyğun deyil. B-də disadvantages of caffeine for kids, uşaqlar üçün kofenin zərəri, kofe uyğun deyil. D variantında weather condition in Brazil and Colombia, Kolumbiya və Braziliyada hava şəraiti, kofe uyğun deyil, yaxın mənalı deyil. How to feel with full of energy in the morning, səhər necə enerjili hiss etmə, kofe uyğun deyil. C variantında isə a popular drink around the world. Dünyada məşhur içəcək kofe, bəli. Artıq bu yaxın mənalı sözdür və elə də doğru variantımız C-dir. 11 nömrəli testdə isə mətnlərdə bilirsiniz ki, doğru yanlışlar bizdən tələb olunur. Doğrunu yanlışı da həmin cümlələri mətnimizdəki cümlələrlə uyğunlaşdıraraq, yoxlayaraq təyin edirik. Məsələn, 11-də bizdən mətnə aid olan yanlış cümləni soruşur. Gəlin mətnə diqqət edək. Mətnimizdə A variantında belə bir cümlə qeyd olunur. In order to make coffee, coffee beans are roasted and ground. Kofenin dadlı olması üçün kofe qurudulur və üyüdülür. Bəli, mətnimizdə qeyd olunmuşdu. Diqqət etsəniz bu cümləyə, məsələn, mətnin, baxın, altına xətt çəkirəm, qeyd edirəm. They are roasted and ground to make the coffee that we drink. Və birinci cümləmizdə o artıq qeyd olunur. Yəni, kofe içilməsi üçün qurudulur və üyüdülür. Bəli, doğrudur. B variantında people hate to add milk and sugar to their coffee. İnsanlar kofelerinə süd və şəkər əlavə etməyə nifrət edirlər, yəni xoşlamırlar. Amma mətnə diqqət etsəniz, həmin cümləni mətndə qeyd edək. Bəzi insanlar kofeni daha dadlı etmək üçün ora süd və şəkər əlavə edirlər, amma burada isə yanlış göstərilir. Çünki mətndə onların sevdiyi əlamət qeyd olunur. Amma B variantında isə onlar onu sevmir qeyd olunur. Ona görə B yanlışdır. C-də yenə nəzər yetirək. C-də Braziliyada, Kanadada, Efiopiyada kofe yetişdirilir. Mətnə görə doğrudur. Bəli, artıq bizim mətnimizdə qeyd olunur və altına xətt çəkirəm cümləni. D variantında kofe bitkisinin toxumlarından yaranır. Bəli, burada mətnimizdə altına xətt çəkirəm qeyd olunur. Diqqət edin, ikinci cümlədə qeyd olunub. Sonra
İ variantında many people around the world drink coffee. Dünyada çox insanlar kofe içir. Bəli, burada da birinci cümləmizdə qeyd olunub. Deməli, elə yanlışımız B variantı idi. Çünki insanlar süd və şəkəri sevib ora əlavə edirlər. Amma burada isə hate, yəni sevirlər, nifrət edirlər. O yanlışdır. 12 nömrəli testdə isə which statement are true according to the passage? Mətnə görə statement fikir deməkdir. True da doğru. Yəni doğru fikri seçin. O zaman yenə də əvvəldə qeyd etdiyim kimi mətndə olan cümlələrlə verilən cümlələri uyğunlaşdırıb doğruluğa diqqət edək. Məsələn, A variantında a special ingredient in coffee is called caffeine. Kofedə xüsusi maddə kafein adlanır. Bəli, o mətnimizdə var idi. Baxın, bu cümləyə altına xətt çəkirəm və orada o qeyd olunmuşdur. Bəli, 1 doğrudur. 2-də much caffeine is good for kids. Baxın, diqqət edin. İkinci, indi altına xətt çəkəcəyim cümləyə kafein uşaqlar üçün mətndə xeyirdir deyilir. Amma daha doğrusu cümlədə, amma mətndə isə onun ziyanlı tərəfi qeyd olunur. Ona görə bizim mətndə doğru olanımız 1-dir. 2 yanlışdır. 3-də isə a coffee is a nice treat to enjoy only with family. Kofe yalnız ailə ilə olanda seçilən müalicədir. Treat burada müalicədir. Amma fikir verin mətnə. Ailə və dostun ortamında o isə trait qeyd olunur. Yaxşı bir xüsusiyyət, seçim kimi trait. Amma burada isə treat verilir. Müalicə, yəni yanlışdır. Kofe müalicə deyil. 2-3 yanlışdır. Doğrumuz elə 1 və 4 olacaq. Black coffee, espresso and cappuccino are types of coffee. Yəni qara kofe, espresso, cappuccino kofenin növləridir. Bəli, doğrumuz elə 1-4 olacaq. Çünki mətndə eyni ilə verilmişdir.